Başlayıram 11:52. 3 dənə riyaziyyatdan sınaq yazacağam. Yarım saat, yarım saat, yarım saat elə bir şey planlayıram. İndi 1 dəqiqə o yan bu yan ola bilər. Bitdikdə görüşürüz. Deməli 2:12 oldu. Mən planladığımdan birazcık gec bitirməli oldum. 2 saat 19 dəqiqə. 3 dənə sınaq yazdım Süleyman müəllimin sınaqlarından. Belə bəzi açıq sualları detallı analiz elədim meyarlarına görə video izahdan. Baxdım ki, müəllim necə yazıb. O biraz vaxtımı aldı, amma əskiklərimi də çıxartdım. Hardasa 3 sınağın 3-ündə də açıqda 4 bucaqlıda ilişdim. Yarıya qədər gətirə bildim həlli. Bilmirəm diqqət dağınıqlığındanmı, həndəsədə bu qədər axıra qədər getməməyim, amma bilirəm ki, bir onu bilirəm ki, topludan bir dəfə 4 bucaqlı getməliyəm. Nəysə bu qədər. İndi bir dəqiqə plana baxım, növbəti gedişimi deyəcəm. Deməli, başlayıram. 2 dəqiqəyə başlayacağam. 3 dənə reading işləyəcəm topludan. Bu belə. Yəni riyaziyyatın sınaq hissəsi bitdi. Mövzu hissəsində görüşərik. Başlayıram. Deməli, saat 3:44, 3 saat 12 dəqiqə oldu. Mən 3 dənə reading işlədim. Bir dəqiqə, aha. 3 reading işlədim. Əslində problemimin hardasa esseni hələ ki, bəliyəm, Gemini ilə yoxlayıram. Çünki bəzi qrammatik səhvlərini və daha professional, qeyri-professional yazıram. Düzdür, bal ala bilərəm. Keçən ildə tam bal almışdım, amma bu il almama ehtimalım var. Burada neysə əlaqəsi bir səhv eləmişəm. Burada verb olduğunu görmüşəm, götürüb legend yazmışam. Nəsə diqqətsizlik üçün götürürəm. Və bu sözləşmə suallarına zəhləm verir. Amma 3 dənə yazmışam. Belə genel olaraq pis deyil. Bu qədər. İndi keçirəm 3 dənə listening işləyəcəm. Başlayıram 3:45-də də başlayıram elə heç mola vermədən. 5:55 oldu. Neçədə başlamışdım yadımdan çıxıb. 5 saat oldu ümumi çalışdığım. Listingə niyə çox vaxtım getdi? Bilmirəm, çəkmişdim onu. Biraz zaman algım qarışdı. Listdən 3 dənə listing işlədim. Deyərsən ki, 2 5 dəqiqə, 5 dəqiqə, 5 dəqiqə, 15 dəqiqə çəkərdi. Yox. Əslində bunlar çox detallı harda. Üçündən də 5 dənə yazdım. 5-6, bunu da 5-6. Açıq suallarda hep bir şey tamam. Burada yarı-yarı yazdım. Əslində hardasa meyarda bu tam götürülə bilər, amma mən biraz özümə qarşı burada acımasız oluram. Şey imtahanda acıyanda balım biraz çox gəlsin. Belə bir şeydir. Əslində bu 6-6 sayıla bilər, amma burada məsələn bu sualı yaza bilmədim deyəsən. Və tamam fərqli bir şey yazmışdım. Bəlkə də bu da düz götürülə bilərdi. Eşitdiyimdən fərqli bir şey yazmışdım. Amma bunu heç tuta bilməmişdim. Və niyə görə bu qədər vaxtım getdi deyim bir dəqiqə. Mən bunları yazıram. Bir dəfə işlədim, 2 dəqiqə vaxt qoyub işləyirəm də, okey. İşlədim, yazdım da, bu normal bitdi, çıxdı getdi. Amma ondan sonra belə eləyirəm. Açıram səsi, səs kaydını. Başlayıram bir-bir cümlələri eşitdiyimi yazmağa. Eşidirəm, eşitməyəndə geri çəkirəm, yazıram. Bir dəfə yazdım, okey. Yazandan sonra nə qarıram? Gemini-yə atıram şeyi, audio track-i də bu QR koddan oxuduğumu. Atıram, o tekstini çıxardır. Başlayıram tekstdən oxuyuram, harda səhvləri yazmışam, düzəldirəm falan. Düzəltdiyim versiyasını bir dəfə öz dilimdən oxuyuram ki, bu listeningdə bu dillə oxumaq daha düzgündür. Səsdə oxuyuram. Sonra bir dəfə də listeningin üstündən gedirəm ki, məsələn bu sözü səhv tutmuşam, bunu niyə səhv tutmuşam elə. Sonra burada var idi. Bəzi bilmədiyim sözləri də çıxardıram. Və 3 listingin üçündə belə elədim. Yəni buna bayağı bir vaxtım gedim. Yəni problem buradaydı. Yəni bu qədər vaxt alan buydu. Biraz gedim biraz çay içim. Sonra davam eləyəcəm nədən? Davam eləyəcəm. 2 səhifə lüğət öyrənəcəm Demin lüğətindən. 45 dəqiqə yazmışam. Əslində normalda bu 2 neçə saat çəkəcəkdi? 2 saat bu, 3 saat yarım çəkəcəkdi, amma 5 saat. Yəni planladığımdan 1 saat yarım daha çox vaxt sərf eləmişəm bunlara. Ümid edirəm ki, kompensasiya eləmək olar planın geri hissəsində. Bu qədər. Deməli 2:21 başlayıram. Lüğət, bu lüğət, bu lüğət. 2 vərəq. Bu vərəqi, bu vərəqi öyrənəcəm. Okey, başlayıram. Bitirəndə çəkərəm videosu. 8 saat oldu. Saat 10:31-dir. Bilmirəm, arada zamanı falan dayandırmışam. Mətni o qədər də verimli işləmədim, amma son deyəsən video çəkə bilmədim bitirəndə, sözləri bitirəndə. Amma yəni bitirdim bu tərəfi bayağı bir söz var burada, yəni belə görünmür. Və əksəriyyəti də bilmədiyim sözlər idi. Yəni nə əcəbsə bilmirəm. Mən dim readinglərini çox rahat tərcümə edirəm, amma bu ümumiyyətlə bu lüğəti nəyə görə tutublar bilmirəm. Yenə də ehtiyat icrin yaraşığıdır, onu da öyrənək. Nə deyəcəkdim sonra? Aha, mən söz öyrənmə taktikam var, onu göstərim. Bu sadəcə buradan çıxartdığım sözlərdir, bu qədər.
bayağı da çətin. Yəni çətin deyəndə sinonimlərinə falan demişəm də biraz çox görsənir. Bunları yazmaq falan biraz vaxtımı aldı. Bunların da bir dəfə üstündən keçdim. Əslində bunu imtahana qədər gedəcəm də, yəni üstündən çox. Keçən il hətta nə qədər var idi, yəni meşoxu yığmışdım evdə. Sonra keçdim nəyə? Mətnə. 4 dənə mətn işlədim. Hardan başlamışdım? Xilas yoxsa təhlükədən başlamışdım. Ha, yox, burdadır deyil. Burdan. 4 dənə bu mətnləri bir dəfə işləmişəm. Sadəcə ikinci dəfə işləyirəm ki, artıq sual tiplərindən bir dəfə də alışım. Sonra MHM keçəcəm, keçə bilsəm. Sağlıq olsa 4, aha 4 mətn belə işlədim. Sonra bu sinif lüğətləri var. Buradan işlədim. Yəni buradan baxdım biraz. Bilmirəm, çox mənasız sözlərdir əslində. Düşərmi, düşmərmi bilmirəm, amma yenə də öyrənməkdə fayda var. Yəni 8 saata pek bir şey elədimmi? Nə öyrəndim bəzi şeylər. Davam edirəm. 14-15 saata qaldırmağa çalışdıq. Yəni gücüm, gözüm bağlanana qədər davam. Başlayıram. İndi nədən davam edirəm? Qoy baxım. Aha, deməli topluda olan əskiklərimi aparıram ingilis dili toplusundan. İndi oradan başladım, sonra riyaziyyat keçəcəm. Deməli 2025 toplusunun izahatı çox belə pis verilib deyə YouTube-da və hamısını Gemini-yə atmağa ərinirəm deyə Conjunction-da zəifliyim olduğunu aşkarladım ki, təzə işləmiş amma yenə də bir dəfə də 2023 toplusundan YouTube-dan getmək istəyirəm. Yəni YouTube-dan paralel aparmaq istəyirəm. İndi onu nə qədər çəkəcək bilmirəm, amma indi bu dəqiqə başlayıram. Yəni masadan durmadan başlayıram. Bu qədər, sayğılar. Bitirdim. Belə. Yəni məncə çox kaliteli oldu. Həqiqətən inanmıram ki, yəni lapora çox güclü bir sual salmasalar bu mövzudan səhv eləmərəm. 11 saat 4 dəqiqə oldu. Saat da 3:24-dür. Əslində biraz 1 saat falan araya zaman ara qarışdı. Nəsə bilmirəm. Biraz başım yorulmuş deyə kofe falan düzəltdim, içdim. Davam edirəm. Bu mix testi yazmadım. Çünki belə müşahidə etdim. Yazdım, gördüm ki, birinci bölməli, ikinci bölmənin mixidir və ikisini də bilirəm deyə, yəni bura girmək istəmədim. Çünki eyni suallar, hətta təzə topludan qaldırılıb bu 23 toplusudur. Mən əslində 25 toplusundan bu mövzunu bir dəfə yazmışdım. Amma o qədər boşluqlarla yazmışdım ki, yəni sadəcə prosto Nərgiz Nəzəfdə oxuyub yazmışdım. Gördüm ki, həqiqətən çox boşluğum var. Bu dəfə şeylə yazdım. Bir dəqiqə. Buradan baxıb yazdım. Həqiqətən də yəni gördüyüm ən yaxşı izahdır. Ümumiyyətlə bu kanalda bu müəllim həqiqətən çox qəşəng izah edir. Hər şey, yəni bütün izahlara baxdım. Necə eləyirdim? Bir dəfə birinci özüm cəhd edirdim, yazırdım, sonra buna baxırdım. Belə bəzi qeydlər də var. Hansı ki, sualları işarələmişəm, şey eləmək olar. Belə indi nə qarıram? Allaha şükür ingilis dili bitdi. Keçirəm çevrə işləməyə. Topludan çevrəni işləyəcəm. Bitdikdən sonra xəbər eləyərəm. Saat neçədir? 3:25, yəni gecə 3:25. 14 saat oldu və saat 7:53-dür. Nəsə düz hesab elə bir şeydir, yəni. Saatı bir ara çalışdırmaq yadımdan çıxdı. Hardasa saat 15 saat falandı yəqin ki. Amma nəsə də, yəni hətta heç bitirə bilmədim belə çevrəni. 2 bölmə yazdı, işləyə bildim. Deməli birinci dəfə də işləyirmişəm kimi, yəni ilişdimi. Ya da ki beynim zəif, yəni neçə saat yatmıram bilmirəm. 24 saat keçir. Nəsə. Belə bəzi sualları ilişdim, götürdüm, qaraladım, başdan yazmağa çalışdım falan. Sən sual ayırmıram ki, bu düşər düşməz, hamısını işləyirəm də konkret. Maraqlı suallar var idi. Bu konkret açıq bizim məzun buraxılışında düşəcək sual. Məsələn, belə. Yəni belə deyim, baxan kimi yazıda sual yoxdur. Təzə topluya da çox eramızdan bəri işləmişəm deyə toplunu. Mən axırıncı dəfə 2019 toplusunda çevrə işləmişəm. Hə, nəsə bu qədər. 3 bölməmdə qalıb hələ, yəni. 3 bölmə yoxsa, hə, 3 bölməm qalıb. Amma bilmirəm, yatmayım. Bir qərar verdim. Yuxum gəlmir, amma beynim də getmir, yəni aparmır şey bundan sonrasını bilmirəm. Kofeyə nahar içdim mən. Nəysə durum bir dənə də çay içim. Əgər halım olsa davam elətdirəcəm ki, bu günün planı bitmir. Bu günün planı Allah bilir 24 saatlıq plan imiş. Bir günə 24 saatlıq plan yazmışam. Nəysə, real.